bütün yaranmışlara itaətkar və üsyankar olmasından asılı olmayaraq, hər kəsə mərhəmətli olan Allahın adı ilə başlayırıq söhbətə. O Allah ki, insanı ən gözəl surətdə yaratdı, ona ruzi verdi, doğru yolu göstərdi. O Allah ki, bəndəsinə kitab göndərdi, ona kamillik yolundan azmamaq üçün ilham etdi. İnsan ağlının dərk edə bilmədiyi mətləbləri öz elçiləri vasitəsilə bəyan edib açıqladı. İnsanlara həmin elçilərə tabi olmaq göstərişini verdi. Çünki yalnız onlar saadət qapılarını insanların üzünə aça bilərlər. Haqqın yolu birdir. Bu yoldan başqa bütün yollar azğınlıq və fəlakətdir. Bu bizim kitabımız, bu Allahın adı çəkilən minarələrimiz, namazımız, orucumuz, bayramlarımız, matəmlərimiz, həmçinin şəfqətimiz, ehsanımız. Bu da Allah yolu getmək niyyətində olan xalqımız. Dünyanın hər yerində olduğu kimi doğma vətənimizdə də bu yolda addımlayan milyonlarla soydaşımız var. İnsanoğlunun sonunda dərk edib qəbul etdiyi yoldur bu yol. Bu yolda olmaq fitri və təbiidir. Bu, həm də bizə sələflərimizdən qalan ən dəyərli mirasdır. Fəlsəfi düşüncəsi ilə dünyanı fəth etmiş Nizami də bu yolun yolçusu olub, eşq dərsi aldığımız Füzuli də, həqiqət və mərifət əhli olan Nəsimi də, dövlətçilikdə və hakimiyyətdə ad salmış Xətai də, kələğayısı ilə yaddaşımızı həkk olan Natəvan da. Daş kitabələrimiz də bundan danışır, saraylarımız da, ziyarətgahlarımız da. Bəs bu dəyərlərə ağız büzənlər kimdir? Keçmişini dananlar, ata-babalarını xatırlamayanlar, babaların nəsihətlərini, nənələrin qürur və ismətlərini bəyənməyənlər kimdir? Məgər onlar möhtəşəm və əzəmətli dəyərlər qarşısında özlərinin cılız və xain düşüncələrini kiməsə sırıya bilərlərmi? ANS telekanalının efirində yayımlanan İncə Maraqlar verilişinin son 2 buraxılışında dini dəyərlərə hörmətsizlik və təhqir qarşısında susqun qala bilmədik. Düz bir həftə gözlədik. Gözlədik ki, bəlkə ötən həftə təhqir olunan İslam dəyərlərinə görə bu həftə peşmançılıq hissi keçirər, ağız büzdüyünüz ilahi qanunları dərk edib Allah qarşısında tövbə edər və üzr istəyərsiniz. Amma belə olmadı. Mən nə demişəm ki, deyə ağzınıza gələni ardınıza qoymadan yenə boşboğazlıq etdiniz. Onsuz da bir həftədə bütün həqiqətləri dərk edəcək qədər zəkalı olduğunuzu güman etmirdik. Amma ən azından rəhbərliyiniz tərəfindən qulağınız buruldu deyə mövzuya fərqli və daha yumşaq münasibət göstərməyinizi umurduq. Siz və sizin kimilər bilin və agah olun. Xəbəriniz olsun, ay sizin kimilərə havadarlıq edənlər, meydan verənlər, efirə buraxanlar. Din barədə, onun müqəddəs qanunları haqda danışmağa heç bir haqqınız yoxdur. Dini məsələləri müzakirə etmək, fikir söyləmək sizə qalmayıb. Dini mövzular nə sizin, nə də ilahiyyatçı adı ilə dəvət etdiyiniz hər yoldan keçənin işi deyil. Nə sizin, nə də ağzınıza şirə verən bu adamın həqiqi İslamdan xəbəriniz yoxdur. Çox müasir insanam, yəni mənə öz sahəmə görə Azərbaycanda baxa həqiqətən də. Elə baxanda hətta mənim üslubumu, müasir üslubumu təkrarlayan, hələ indi o fikrə gələn ilahiyyatçılar var ki, bu günləri demək lazımdır ki, ilahiyyatçılıq sözün əsl mənasında işıqlanma, nurlanma filan. Onu da bilin ki, ilahiyyatçının müasiri və ya köhnəlmişi olmur. Dini bilən və haqqı deyən ilahiyyatçılar olur. Bir də ilahiyyatçı maskası altında dindən xəbəri olmayan, eyni zamanda sifarişli əks təbliğatın qurbanına çevrilmiş. Elə bu baxımdan telekanallarda qarşısında yaşıl işıq yanan, efirdə boy göstərənlər olur. Misal üçün, mən bir ilahiyyatçı kimi deyə bilərəm ki, İslam dilində paltarları seçmək məsələsi insanların öz ixtiyarına buraxılıb. Sərbəst deyən, dində, baxın, görürsünüz. Yəni, mən istəyirəm şort geyinə bilərəm, istəyirəm top geyinə. Bu adam nə danışdığını bilmir. İslamda ümumiyyətlə belə bir baxış yoxdur. Müqəddəs dinimiz həm qadının, həm də kişinin öz iffət və həyasını qoruyacaq şəkildə geyinməsini əmr edir. Xüsusilə xanımların ilahi gözəlliklərinin xəyanətlərdən qorunması üçün Allah Taala hicab ayələri kimi tanıdığımız ayələr göndərib. Hicab yalnız baş örtüsündən ibarət deyil. Müsəlman qadın bütün bədənini, dəstəmaz yerləri istisna olmaqla digərlərindən qorumalıdır. Həmin digəri Peyğəmbər qədər müqəddəs kəs də olsa hökm eynidir, dünyanın ən xain gözünə sahib olan birisi olsa da. Bu hökmdə qadının hansı niyyətdə olmasının da fərqi yoxdur. Niyyət qəlbə aiddir.
Ona görə də qadın öz niyyət və məqsədini praktik olaraq öz geyimində büruzə verməli və göstərməlidir. Qeyd olunan hicab formasından başqa, bütün hicaba bənzər naqis geyim formaları və hicabsızlıq öpüb gözümüzün üstünə qoyduğumuz Allahın kitabı ilə, Qur'anla daban-dabana ziddir. Bunu bilmək üçün ilahi qanunları səthi olaraq mütaliə etmək yetər. Amma bir şey deyim, yəni biz müqayisə eləmişdik də onu neçə əsrlər bundan əvvəl. Heç xanımlarımız bizim namaz qılıb hicaba görə yox, sadəcə olaraq çarşaf deyilən bir şey olub. Tor bağlayıblar da, köhnə kinolarımızda da görürük. Bəli. Bütün çarşaflı olublar. Avropada da bağlılıq olub, tüy. Hə, olub, yəni o vaxtı. İndi yəni o qara-qura arvadlardansa, bayquş kimi belə negativ falan görünməkdənsə, misal üçün mənim xoşuma gəlir. Bir xanım hicabdadır, amma bax bu tərəfdə. Haqqında danışdığınız o çadıra bütün müsəlman aləmində xanımların iffət və həya simvoludur. Xanım Zəhra əmanətidir. Siz kimsiniz və hansı cürətlə bu dəyəri təhqir edirsiniz? Hər hansı bir heyvana bənzəmək üçün geyinmək yox, soyunmaq lazımdır. Heyvanlar paltar geyinmədiklərinə görə onlara bənzəyənləri də paltarsızların arasında axtarın. Nifrətinizi başqa cürdə göstərə bilərdiniz. Məsələn, deyə bilərdiniz ki, mən Allahın qanunlarını saymıram, keçmişimi danıram, həyamı ayaq altına atmışam və s. Ya da bax bu dediyiniz kimi. Mənim sözümü Facebookda bir-iki dənə xanımlar var, hansı ki hərdən birdən... O İmam Hüseyin müsibəti nikah altında, adları, profil adları, İmam Hüseyin müsibəti. Dəstürünüz sallallahu. Yazırlar mənə ki... Hə, sima göründü. Bax, siz busunuz. Haqqa dözümlülük göstərə bilməyən, qızıqlanan və ağız büzən. Təbii ki, o girəcək bir Bakının kəndində hansısa bir ziyarətə, şortikda, maykada, orada onu başa salacaqlar ki, bir dəqiqə, bura bizim ziyarətgahdır. Başınızı bağlamalısınız, keçməlisiniz. Mütləq. Bakı kəndləri deyib durmayın. İffət və həyanı qorumaq təkcə bir elə, bir məntəqəyə xas deyil. Bütün Azərbaycan xalqı öz iffət və namusunu qorumağa qadirdir və qoruyur da. Burada kənd-şəhər söhbəti salıb mövzunu başqa yerlərə aparmağa çalışmayın. Sizin təhqirlə yanaşdığınız mövzu İslam qanunlarıdır, kənd adətləri yox. Ölkədə əminamanlığı pozanlar da, aranı qızışdıranlar da sizin kimi xain düşüncəlilərdir. Xəbəriniz olsun, bu yolla siz heç nəyə nail ola bilməyəcəksiniz. Bütün səyləriniz boşa çıxacaq, sonunda əliniz boş qalacaq. Çünki bunu Allah vəd edir. Allahın nurunu nə qədər söndürmək istəsəniz də, Allah öz nurunu daim qoruyacaq və bu nur getdikcə daha da artacaq. Bu, yaradılış aləminin məntiqi ardıcıllığıdır. Siz isə bu inanclı xalq qarşısında üzr istəyin, yanlış düşündüyünüzü və yanlış danışdığınızı etiraf edin. Başından böyük qələt edən hər kəs, hətta xanım da olsa, üzr istəməyə borcludur. Üzr istəməli olduğunuz kəslər isə hər hansı bir kəndin kişiləri deyil, bütün İslam aləmidir. Əgər fitrətinizdə saflıq varsa, bu addımı atarsınız. Bizə hesabat verməyə də borclu deyilsiniz. Biz dediyimizi dedik. Bundan sonrasını Allahla öz aranızda həll edin. Bunu da bilin ki, dəyərli nəyimiz varsa, buna görə dini dəyərlərimizə minnətdar olmalı, nəticədə Allaha şükr etməliyik. Gələcək nəsillərimizin səadəti də bu dəyərlərə sədaqətimiz sayəsində mümkün olacaq. Bir millət olaraq yaşadığımız bütün ağrı-acıların həlli, vətənin bütövlüyü də bu yoldan keçir. Bu millətə belə cılızlıqlara görə heç nə olmaz. Bəlkə də bu hikmətli kəlamı da elə sizin bəyənmədiyiniz çadralı nənələrimiz deyib. İt hürər, karvan keçər. Hüseyin, Hüseyin, Hüseyin. Hüseyin, 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 Hüseyin. Ağlı əbanın cigəri, Hüseyin, Hüseyin, Hüseyin. Kânı vilayət əsəri, ağlı əbanın cigəri, kânı vilayət əsəri, eşqi xudanın bədəli Fatimə nişanı Hüseyin. Hüseyin, Hüseyin, canım Hüseyin. Hüseyin, Hüseyin, canım Hüseyin. Eşqinə qurbanım Hüseyin, əhdinə mərdanə Hüseyin. Eşqinə qurbanım Hüseyin, əhdinə mərdanə.